Ustam, başlayaq ondan ki, çoxlarının gözləmədiyi halda Neftçini tərk elədin. Gedişin nə ilə bağlıdır? Düzdür, bəzi adamlar yəni fikirləşir ki, məndən soruşurdular ki, yəni səninlə Neftçi kontraktı uzatmaq istəmirdimi, yoxsa səni komandada qalmaq, komandada görmək istəmirdilər gələcəkdə. Yəni belə bir söhbət olmuyor. Komanda mənə çempionat tutarmamışdan da yəni söhbət eləmişdi rəhbərliyinə, yəni istəyirlər mənə komandada saxlamağa. Yəni heç bir nə məşqçi, nə komandanın rəhbərliyi, yəni mənə komandadan getməyimi istəmirdilər. Ancaq çempionatın axırında, yəni axıra 2-3 tur qalmış, yəni mən bəzi yerlərdən yəni mənə söhbətlər çatdı ki, yəni həmin mövqeyə, yəni mən sol cinahda çıxış edirdim hepsidə axır zamanlar. Mənim yəni söhbətlər çatdı ki, yəni həmin yerə istəyirlər ki, xarici bir legioner gətirərlər. Hansı ki, Neftçinin gələcək Çempionlar Liqasında yəni çıxışlarına, yəni komandaya kömək edə bilən, yəni sol cinahda oynayan müdafiəçi xarici bir legioner gətirmək istəyirlər. Yəni mən də oturub belə götür-qoy elədim. Məşqçilərlə də söhbət elədim. Yəni qıraq adamlar ki, hansılar ki, mənə yəni o məlumatı verdilər. Yəni onu 100%lik məlumat olduğu üçün yəni mən məşqçilərlə söhbət elədim. Yəni bunların fikrindən bildim ki, yəni həmin yerə doğrudan da yəni istəyirlər xarici bir oyunçu gətirsin. Yəni bizdə də çempionatda elədir ki, yəni Neftçi komandasına zəif bir futbolçu yəni gəlmir. Rəhbəri özü də istəyir ki, yəni Liga Çempionluqda, Çempionlar Liqasında yəni komanda gəl çıxış edəcəksə, istəyirlər ki, yəni güclü bir futbolçu gətirir. Yəni məndən də güclü bir futbolçu gətirirlər. Yəni oyunlarımla da son vaxtda yəni çıxışımla yəni pis zəif təsir də bağışlamırdım. Yəni mən belə götür-qoy elədim, fikirləşdim ki, əgər xarici bir futbolçu gətirirlərsə ora, yəqin ki, üstünlüyü də ona verərlər ki, yəni o oynasın. Mənim də indi elə yaşım var ki, 27 yaşım var, mənim indi futbol oynayan vaxtımdır. 3-5 il ömrümüz qalır. Yəni mən indidən məsəl üçün ehtiyat skamyasında oturmaq vaxtım deyil, mənə yəni 17-18 yaşım yoxdur. Yəni ona görə mən belə götür-qoy elədim, yəni bu qərara gəldim ki, Neftçi komandasında yəni ehtiyatda oturmaq istəmirəm, yəni başqa bir kluba keçim, hansında ki, daim əsas yerdə çıxış edəcəm. Yəni bəzi variantlar var idi, Xəzərlə-Kəran variantı da var idi, Inter variantı da var idi. Yəni mən oturub götür-qoy elədim, oturdum, yəni böyüklərlə məsləhətləşdim. Yəni Interə keçmək qərarına gəldim. Ustam, özün də belə bir fikir bildirmişdin ki, Sadıq Sadıqovun səndən inciliyi var idi. Bu məsələyə aydınlıq gəldimi, ümumiyyətlə inciliyi nədən yaranmışdı? Yəni orada maddi məsələdə biraz söz-söhbət yəni maddi məsələdə oldu. Yəni mən gəlib Tahir müəllimlə yəni söhbət edəndə orada gələcək yəni kontraktının məbləğini istəmişdim ki, biraz artırsınlar. Yəni ondan sonra biraz söz-söhbət yarandı. Yəni Sadıq müəllimin özünlə mən görüşə bilmədim. Yəni Sadıq müəllim elə bir insandır ki, hər bir futbolçuya köməkli eləyib. Yəni heç bir futbolçunun yəni o komandada problemi olmur. Yəni o cür saf, təmiz bir insandır. Hər dəfədə yəni öz köməkliyini, öz dəstəyini göstərir. Yəni mən Sadıq müəllimin özünlə orada indi görüşüb söhbət eləsəydim, yəni mən ona mümkündür ki, yəni mən ona orada deyərdim ki, Sadıq müəllim, mən sizdən bu oyda pul istəyirəm, mən oynamışam, belə, axırıncı oyunları əsas heyətdə çıxış edirəm, görürsünüz ki, məsəl üçün artırmışam. Yəni mən özünün orada qiymət söhbəti orada eləsi deyildim. Yəni özü nə məsləhət görərdi, onu da eləyərdi. Dostum, sadəcə yəni mən Sadıq müəllimin özünlə görüşəmədim. Tahir müəllimlə görüşdüm ondan qabaq. O söhbət eləyəndən sonra biraz Sadıq müəllim gördüm, məsələn, biraz inciklidir. Yəqin indi fikirləşirlər ki, komandanın, bəzi adamlar mənə deyir, jurnalistlər zəng gedir ki, sən komandanın Neftçini, nə bilim, başqa komandaya pula görə tərk elədin, nə bilim, başqa sənə Xəzərlə-Kəran Neftçidən çox pul verirdi, nə bilim, belə bir söhbətlər gəzir. Yəni mən heç vaxt pulun dalıca qaçmamışam. Düzdür, futbolu oynayırıq pulu qazanmağa görə. Yəni mən heç vaxt pulu fikirləşməmişəm birinci. Yəni fikirləşmişəm ki, birinci oynamaq lazım. Oynayandan sonra, ad qazanandan sonra pul istər-istəməz özü gəlir futbolçunun. Yəni mən əgər indi keçmişəmsə Inter komandasına, Xəzərlə-Kərana keçmədim. Yəni məndən Interdən də çox pul təklif edirdilər onlar. Yəni mən
konkret yəni sırf oynamağa görə, əsas heyətdə çıxış etməyə görə yəni öz futbolumu yəni tamaşaçılara, Inter sevərlərə, məsəl üçün Azərbaycan futbol sevərlərinə göstərmək üçün yəni mən seçdim Inter komandasını ki, harada ki mənim yəni daha çox şansım var ki, orada əsas heyətdə çıxış edə bilərəm. Çünki orada Xaxaver Çıxadadze demək istəyir. Mən ondan 4 il bundan qabaq standart komandasında bir yerdə çalışmışıq. Yəni mən Neftçidə ola da özü də mənə yəni təkliflər göndərirdi ki, hər çempionatın haqqında ki, gəl mənim yanıma, mən istəyirəm sən mənim yanımda olasan, futbol oynayasan. Mən həm insan kimi, həm də futbolçu kimi xəttini çox istəyir. Yəni indi bu ilin axırında elə bir vəziyyət yarandı ki, yəni mən Neftçidən getmək qərarına gəldim və Inter komandasını seçdim. Zamanat deyir ki, pula getdi, nə bilim, mən internetdə oxuyuram ya Facebookda, məsəl üçün şuarlar yazırlar ki, Əmircanov pula dəyişdi, nə bilim, neynə komandanı. Yəni, o futboldur, hər bir futbolcu bir klubda, məsəl üçün, ömrün axırına kimi oynaya bilməz ki, bir gün burada sən, Allah qulun, talih elə götürər ki, sabahları mən Rusiya çempionatında da oynaya bilərəm, Türkiyə çempionatında da oynaya bilərəm. O demək deyil ki, yəni, bir komanda belə bağlanıb, Neftçidir, məsəl üçün, komanda Azərbaycan flagmanıdır, bir nömrəli komandasıdır. Hər bir futbolçunun arzusu var ki, istəyir ki, Neftçi komandasında oynasın. Ancaq bu qismət talih elədir ki, yəni mən komandadan getmişəm, bəlkə bir ildən, 2 ildən sonra təzdən yenə qayıda bildim Neftçi. Yəni futboldur, hər şey olur. Orada yəni biraz komandaya da uyğunlaşmışdım, atmosfer də komandada belədir, düzdür. Biraz təəssüf hissi keçirdirəm ki, məsəl üçün komandadan ayrıldım. Ancaq neyiniyyə, bu futboldur, futbolsun hər bir futbolsun işidir. Ona görə Inter komandasında ənimdə, ancaq Neftçi uşaqları ilə də əlaqə saxlayıram, rəhbəri ilə də danışıram, yəni oradan rəhbəridən tutuş mühaziməsiyə kimi, yəni hamısı mənim dostumdur, qardaşımdır. Gələcək oyunlarında da ki, həm öz komandamızda, həm də Neftçi komandasında oyun komandasına oynayırlar. İnşallah qələbə qazanırlar. Mən adam ki, mən adlayarlar. Amma Zestafoni'nin düşündüyü qədər zəif rəqib olmadığı deyilir. Çünki ötən illərdə onların beynəlxalq yarışlarda Brügge kimi rəqiblərlə oyunlarını izləmişik. Görür ki, zəif rəqib deyil. Yəni, şansları necə dəyərləndirirsən? Düzdür, o futbol adamları məsəl üçün fikirləşirlər ki, Neftçinin yəni həmin o qrupda məsəl üçün düşən rəqiblərdən biri Zestafoni məsəl üçün deyirlər o birisilərdən zəifdir. Ancaq mən onu deyərdim ki, yəni mən özüm də Zestafoninin YouTube vasitəsilə oyunlarını izləmişəm, yəni baxıram. Onlar axırıncı oyun evdə Gürcüstanda, Tiflisdə 3-3 oynadılar. Yəni o golları orada izləmişəm. Yəni çox gözəl komandadır özdə. Mən bizim komandamızda Gürcüstanlı futbolçular var, yəni onlardan belə söhbətləşəndə, yəni soruşmuşam, məlumat almışam, deyirlər ki, yəni Neftçi üçün çox çətin olacaq, çünki onların komandasının futbolçuları 4 il, 5 ildir deyir, hamısı bir yerdədirlər. Yəni 5 ildir komandanın əgər maksimum 1-2 oyuncusu dəyişirsə əsas heyətindən, yəni o deməkdir ki, onlar üçün artıq öz oyunlarını komplektləşdirib və çox gözəl bir kollektivə sahibdirlər. Yəni Neftçiyə mən deyim ki, Neftçi də çox güclü futbolçuları var heyətində. Yəni çıxıb rahat bir qələbə qazanırlar. Yəni bu mümkün olan bir şey deyil. Mən hiss edirəm ki, belə fikirləşirəm ki, yəni Bakıdakı oyunda əgər Neftçi qələbə qazansa, Bakıdakı oyunda qələbə qazansa, haradasa fikirləşirəm ki, növbəti mərhələyə keçə biləcək. Əgər burada məsəl üçün qalib gələ bilməsə, heç oynasa, fikirləşirəm ki, yəni Tiflisdəki oyunda çox çətin olacaq. Ruslan, dünən azarkeşlər səni artıq Interin heyətində gördülər. Narva transfer qarşılamadın və komandamız qələbə qazandı, növbəti mərhələ adlandı. Oyununu necə dəyərləndirərdin və ümumiyyətlə Interə gəlişin zamanı Xaxaver Çıxadadze ilə hansı söhbətiniz olub? Sənin fiziki durumundan hal-hazırda razıdırmı? Hansı tövsiyələr verirsən? Nə deyirsən? Neftçidən ayrılandan sonra mən Xaxaver Çıxadadze mənlə əlaqə, telefon əlaqəsi yaratdı. Yəni dedi ki, mən səni istəyirəm komandama görə, mən səni tanıyıram, sənin futbolda güc və belədəm. Yəni mən komandaya gələndən sonra komanda artıq 15 gün idi ki, 2 həftədən çox idi ki, Türkiyədə təlim məşq toplanışındaydılar. Artıq orada fiziki
hazırlıq məşqlərini o böyük yükün altına girib bu yükü artıq qəbul eləmişdilər, yəni fiziki hazır idilər. Yəni mən ikinci təlim məşq toplanışından artıq Sloveniyada qoşuldum komandaya. Düzdür, mənim fiziki hazırlığım komandaya qoşulan vaxtı yəni lazımlı səviyyədə deyildi. Məndən köməkçi məşqçilər fiziki məşqləri hansıları ki Inter komandası birinci təlim məşq toplanışına keçmişdilər. Onları mən ayrıca komandadan ayrı məşq edirdim, həmin o gücü yığırdım. Məşqçinin özünlə də söhbət edəndə, yəni məşqçi mənə inanır, məni komandaya gətiribsə, yəqin ki, mənim futbolumu bilir, mən belə fikirləşir ki, mən onun o taktikasına uyğun gələn bir futbolçuyum. Yəni məşqçi mənə güvənir. Mən də əlimdən gələni eləyirəm, məşqlərdə də məşqdən sonra qalıram əlavə hansılar ki, mənə lazımdır, hansı məşqi ki, mən buraxmışam, keçməmişəm. Bu məşqlər üzərində çalışıram ki, özümü 100% bir hazır bir futbolçuya, yəni hazır bir səviyyəyə gətirib çatdırım. Düzdür, bu oyun mən məşqçi mənlə komandaya gələndə yəni demirdi ki, mən səni sırf məsəl üçün sağ müdafiəsi oynayacağam. Yəni mənim üçün də fərqi yoxdur, yəni məşqçi məni istəyir, ortada oynatsın, sağda oynatsın, solda oynatsın. Yəni mən elə bir futbolçuyam ki, maşallah, yəni harada qoydu, hansı yerdə, hansı mövqedə məni heyətdə qoydusa, yəni mən çalışıram ki, əlimdən gələni eləyim ki, komandanın xeyrinə nəsə, öz hərəkətlərimlə, öz futbolundan komandanın xeyrinə nəsə əlimdən gələni eləyim. Yəni bu oyunda da sol cinahda oynadım. Birinci oyunumuz idi Azərbaycanda tamaşaçılar qarşısında oynayırdıq. Düzdür, bizim oyunumuz translyasiya edilmirdi. Yəni Interi sevənlər tək Bakıda deyil, yəni Azərbaycan bölgələrində də var ki, Interi sevirlər, yəni onlar izləyə bilmirlər. Ancaq biz çalışırdıq ki, səfərdə 5-0 qalib gəlməyimizə baxmayaraq, evdə də yəni sırf Inter nə cür futbol oynayırsa, nə cür gözəl futbol oynayırsa, çalışırdıq ki, doğma divarlar arasında Inter sevərlərə bu gözəl bir futbolu göstərək. 2-0 qalib gəldik Trans komandasına. Mənə elə gəlir ki, haradasa baxımlı futbol oynadıq. Düzdür, imkanlarımız da var idi, vura bilmədik. Yəni, müdafiədə də elə bir ciddi səhvlər buraxmadıq, nə səfərdəki oyunda, nə buradakı oyunda. Öz oyun barəsində də yəni mən indi burada tərifliyim özüm ki, super oynadım. Düzdür, qol imkanım da oldu, vura bilmədim. Qismət inşallah yəqin ki, gələcək oyunlarda Allah qoysa çalışaram ki, həmin bu 100%'lik şanslardan lazımıza dəyərli. Ruslan, bax özün deyirsən ki, mənə fərq edəndir hansı cinahda, hansı mövqedə oynadım. Amma ötən mövsümün gelişində bir məqam yarandı ki, Rəşad Abdullayev cəzalandı və bundan sonra sən sağ cinah yarımda təşkil olmaya başladın. Və zənnimcə Neftçi karyeranda ən uğurlu dönəmdir məhz həmin dövlət təsəvvürüdür. Sən özünə harada daha rahat olmaq, sağ cinahda, sol cinahda? Yəni mən özüm sağ ayaq olduğum üçün, yəni mənim üçün təbii ki, yəni hər bir futbolçunun sağ ayaqsa, onun üçün sağda oynamaq rahatdır. Ancaq futboldur, yəni məşqçi əgər futbolçuya güvənirsə, baxır, görürsə bu universal bir futbolçudur, sağda da oynayır, solda da oynayır. Yəni hardan qoysa, yəni məsəl üçün mən indi sol cinahdan qoyulan məşqçi deyim ki, qalxam əlimdən bu cinahda nə rahat böyle oynaya bilmərəm, o biraz professionallıqdan kənardır. Yəni əgər futbolçu professionaldırsa, yəni məşqçi ona harda görürsə, harda qoyursa, harda məsləhət görürsə onu oynatmağa, yəni futbolçu razılaşıb orada da futbolda oynamalıdır. Mən indi məsəl üçün özüm sağ ayağındayım, mən məsəl üçün sağ cinahda rahat oynayam. İndi yəni elə bir vəziyyətdir ki, yəni mən özümü hələ tam 100% yəni fiziki hazırlığım lazımlı dərəcədə deyildi, yəni məşqçi indi mən soldan oynadır, mən onunla mübahisə edim ki, mən niyə soldan oynatdım, sağ mənim yerimdə, məsəl üçün, mənə rahat sağdadır, niyə oynatmışsan, yəni o düzgündür. Harada məsləhət görür, harada oynadar, yəni mən də orada canla başla çalışacağım ki, məşqçinin verdiyi tövsiyələri meydansada yerləyək. Təşəkkür ederiz. Sağ olun.